Gəlin birlikdə konsert hazırlaşaq. Tam dəqiqəmi deyirəm, amma deyəsən bu şalvar geyinəcəm və bu köynəyi geyinəcəm. Belə oldu. Deyəsən bir-birlərinə çox uymadılar, amma heç olmaz. O sözü kim deyib qara ilə hər rəng uyub? Məncə uymur. Şəxsən yəni mavi ilə qara uymadı, amma təzədən başqa bir şey seçə bilmərəm. Qolumda elə bunlar qalacaq, amma artıqlama olaraq bu qolbağı da əlavə eləmək istəyirəm. Məncə pis qalmaz. Sep olaraq da bu ulduzlu Y kolyeni taxdım. Y kolyemi deyirlər, nə deyirlər tam bilmirəm, amma yəni bəyənməyəndə içəri də sala bilərəm. Yüzüyü taxacam. Bu mini halqa sırqalara taxacam. Məncə bayağı şu an süpərəm. Üzümdə də makyaj yoxdur. Səhər makyaj vermişdim, o qalıb üzümdə. O da çox bir şey eləməmişəm. Highlighter, tuş heç vurmamışım hətta. Bu səfər tuş vuracam. Kipriklərim zaten qıvrılıdır deyə qıvırmayacam. Bir də kipriklərimi artıq zərər vermək istəmirəm. Tuş vururuq. Aşırı çox da vurmayacam, az da vurmayacam. Sonra gözümün içinə ağ qələm vurmaq istəyirəm. Şu hissələrinə, başa düşdünüz. Vurdum, biraz kipriyimə yayıldı, amma nəysə. Dodağımıza çərçivə edirik. Qırmızı tonlarındakı karandaşla içinə tint kimi rəng edəcəm. Bir də allığımı təzələyəcəm. Bundan azca vuracam, toz allıqdan daha çox vuracam. Və düşürdü. Az vurmaq istəyirəm, çünki çox oldu çünki Allahım. Əsas saçdı, saçımı açıq saxlamayacağım. Saçımı da buradan tutdurup belə bir şey edəcəm. Altı açıq saxlayacağım, üstü toplayacağım və çolka saxlayacağım. Görəcəksiniz sonda. Xahiş edirəm, bu saç və makyaja baxın. Arxadan bəlkə də pis görünür, amma siz baxın da indi. Buralarından ne diye kaldım çünkü çıxırdı hər yerdən bir şey. Göz makyajımla o kadar şirin kaldı. Yani bu highlighter'sız olmaz bu makyaj. Highlighter. Ay. Burnumda parıldasın bəs.